Təbii turizm ehtiyatları və tarixi abidələrlə zəngin olan Lənkəran rayonu bura gələnləri daim sahib olduğu gözəl təbiəti ilə valih edib. Əlverişli coğrafi şərait rayonda əksər turizm növlərinin inkişafı üçün zəmin yaradır. Lənkəranın həm yerli, həm də əcnəbi turistləri cəlb edən təbii güşələrindən biri də gözəlliyinə və füsunkar təbiətinə görə Göygölün kiçik bacısı adlandırılan Xanbulan çay dəryaçasıdır. Əməkdaşlarımız bu füsunkar yerdən sujet hazırlayıblar, izləyək. Azərbaycan təbiətinin incilərindən biri və ilin bütün fəsillərində göz oxşayan mənzərəsi ilə insanları valih eləyən Xanbulan Gölü, Talış dağlarının ətəyində Lənkəran şəhər mərkəzindən 25 kilometr cənub-qərbdə yerləşir. Xanbulançay dəryaçası həm də Lənkəranın əsas su ehtiyatı hesab olunur. Xanbulan Gölü və onu əhatə eləyən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Xüsusilə burada bitən dəmir ağac, hirkan şumşadı, palıd və şabalıd ağacları Lənkəran təbiətinin inciləri sayılır. Cənub bölgəsinə xas rütubətli subtropik iqlim sayəsində buradakı flora və fauna olduqca zəngindir. Buraya istirahətə gələnlərin əksəriyyətini cəlb eləyən də məhz ərazinin əsrarəngiz gözəlliyə malik landşaftı və biomüxtəlifliyidir. Xüsusilə yay mövsümünün yaxınlaşması ilə Xanbulana üst tutanların sayı artır. Turistlər üçün seçilmiş yerlərdir. Çünki həm də bir milli park tərəfindən burada bir marşrutlar var. Bu obyektin içində demək olar ki, yəni burada dəmir ağac marşrutu keçir. Çox belə təbiətcə çox gözəl. Hətta bura deməli xarici qonaqlar da gəlir. Xarici qonaqları daha çox cəlb edən deməli burada biomüxtəliflikdir. Biomüxtəlif o deməkdir, yəni müxtəlif növlər var. Endemik və relikt bitkilərin olmasıdır. Azərbaycan bütün bölgələrindən gəlir, xarici vətəndaşlar da çox gəlir yəni bizim Lənkəranın səmimiyyəti, belə deyək, yemək milli mətbəxi, çayı, təbiəti, yəni ən çox da bizim bu gözəlliklər onları valih edir. Ona görə də ki, gedən yenə qayıdıb, yenə gəlib xidmətdən istifadə edirlər. Burada təbiət sevərlər üçün ideal yürüyüş marşrutları mövcuddur. Turistlər 2023-cü ildə yaradılmış 2,5 kilometrlik dəmirağac marşrutu ilə hərəkət edərək hirkan tipli endemik və relikt bitki növləri ilə əyani tanış olur. Xanbulan Gölünün füsunkar gözəlliklərini yaxından müşahidə edirlər. İstirahətə gələnlər deyir ki, Xanbulan həm dincəlmək, həm də təbiətlə ünsiyyət baxımından mükəmməl bir məkandır. Xanbulan Gölü çox füsunkar təbiətə malikdir. Hər il istirahətə biz bura gəlirik, gəzməli yerləri çoxdur. Ailəmizlə hər il Xanbulana gəlirik. Buranın çox gözəl təbiət var. Ən xoşladığım yer gölüdür. Lənkəranın yerli mətbəxindən mən ləvəngili çox sevirəm. Qeyd eləyək ki, Xanbulançay su anbarı 1976-cı ildə istismara verilib. Ümumilikdə 248 hektar sahəni əhatə eləyən Xanbulançay Lənkəran və Astara rayonlarında 14 mindən çox hektar sahənin suvarılmasına imkan verir. Su anbarının uzunluğu 600 metr, hündürlüyü isə 62 metrdir. Hüseyn Rzayev, Pərvanə Əhmədqızı, Elviz Nəsirli, Lənkəran.